Polis bizim telefonumuzu yoxlaya bilərmi? Qanunvericiliyin tələbinə əsasən, xeyr. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ qanunla qorunur. Polis haqqında qanunun 19-cu maddəsinə əsasən, polis cinayət işinin açılması və araşdırılması ilə bağlı müəyyən qanunvericilikdə nəzərdə tutulmuş prosessual hərəkətlər həyata keçirə bilər. Lakin bu o demək deyil ki, polis saxladığı şəxsin telefonunun şifrəsini açıb onu yoxlamaq səlahiyyətinə malikdir. Polis bu məsələni aydınlaşdıran zaman yalnız qanuni prosessual əsaslar olan zaman şəxsin telefonunu açmaq və araşdırmaq hüququna malik olur. Nəticə olaraq bildirmək istəyirəm ki, qanunun tələblərindən də göründüyü kimi bir şəxsin polis tərəfindən saxlanılan zaman onun telefonunun qanuni prosessual əsaslar olmadan açılması qanunla yol verilməzdir.